Bəs görəsən hansı nemətlərdən, hansı məhsullardan fitrə verilməlidir? Əslində deyir, il ərzində yaxud ay ərzində gündəlik insanın süfrəsində olan qida məhsullarından bir saata, yəni təxminən 3 kiloqram miqdarında hansısa məhsulun birini götürsən, o 3 kiloqram miqdarında fitrə zəkatı verirsən. Ki, onlar da deyir, məsələn, sadalayırlar bir-bir, kişmişdir, xurmadır, düyüdür, yaxud da görsən, arpa boğda deyirlər. O gün bir ilahəsidir ki, indi arpa boğda yiyən var hal-hazırda. İndi arpa boğdanı kimə versin, kim götürəcək, kim yetəcək. İndi ona görə də deyir, reallıqla götürməlisə məsələlər ki, bu günləri biz süfrəmizdə nə yeyirik? İnsan fikirləşməli, düşünməlidir ki, mən il ərzində, ay ərzində, Ramazan ay ərzində, gün ərzində mən süfrəni hansı şəkildə açıram? Heç olmasa ildə bir dəfə o kasıb da o süfrəni görsün. Elə bir fitrə çıxarmazsan. Amma ən azından indi minimal məsələn həddi götürsək, minimal həddi. Hər bir kəsin, istər kasıb olsun, istər varlı, hamının süfrəsində çörək var, düzdür? Çörək elə bir qidadır ki, varlı, kasıb fərqi yoxdur, hamının süfrəsində var. Elə başa düşürəm ki, elə minimal hədd kimi insan çörəyi götürə bilər. Çörək indi belə deyək də 60 qəpiklik çörək təxminən yarım kilo edir də, düzdür? 2 dənə çörək 1 manat 20 qəpik, 3-ə vuranda 4 manat 60 qəpik, təxminən 5 manat. Yəni minimal həddlə götürsən, heç olmasa 5 manat insan hər bir şəxs özünə və ailə üzvlərinin sayına uyğun olaraq 5 manatdan elə bilinən fitrə zəkatını çıxarsaq, bu minimal hədd sayılar. Amma maksimal hədd üçün bir müəyyən bir təyinat yoxdur. Nə qədər yaxşılıq, nə qədər çox eləsən, təbii ki, yeri var. Sən gündəlik təbii ki, Ramazan süfrələrində, açdığın süfrələrdə gündəlik düyü məhsulundan istifadə eləmirsən, bahalı xurmalardan, kişmişlərdən növbə-növ istifadə eləmirsənsə, gəlib indi bu 5 manatla verirsən, sən də 5 manatla, o vəziyyətdə olan da 5 manatla fitrəsinsə, bu təbii ki, uyğun gəlir, yaraşmaz, imkanlı adama yaraşmaz. İmkanlı adam gərək elə özün imkanlı kimi aparsın. Ona görə hərə öz vəziyyətinə uyğun olaraq bunu, bu şəri vəzifələrə riayət eləməlidir. Allahın bir İzzət Cəlalı xatirinə bizi dinin, şəriyyətin hökmlərindən yüksək səviyyədə riayət edən bəndələrindən qərar versin və əməlləri qəbul olunmuş bəndələrindən eləsin. Bu minvallan da dünya, axirət, ilahi rizayətə nail olanlardan eləsin. Bismillah.